Rəhməti sonsuz olan uca Rabbimiz qullarını əfv edib bağışlamaq üçün bəzən məkanları, bəzən zamanları, bəzən gündüzləri, bəzən də xüsusi gecələri qulları üçün bir fürsət anına çevirir. Bu önəmli fürsət gecələrindən, bağışlanma gecələrindən birisi də bəraət gecəsidir. Ərəb dilində bəraət saflaşmaq, təmizlənmək, azad olmaq, günah yükündən xilas olmaq kimi mənalara gəlir. Şaban ayının 15-ci gecəsi ümidlərin səmaya yüksəldiyi, qəlblərin Rəbbə yönəldiyi mübarək bir gecədir. Bu gecəyə bəraət gecəsi deyilir. Çünki möminlər bu gecə Allahın əffini, bağışlamasını, onları günahlardan bəraət etdirməsini umub, ümid edirlər. Ərəb mənbələrində bu gecə mübarək gecə, rəhmət gecəsi, Şabanın ortasındakı gecə kimi də xatırlanır. Hətta bəzi müfəssirlər Duxan surəsinin ilk ayələrində yer alan "Biz Qur'an-ı Kərimi mübarək bir gecədə nazil etdik, o gecədə hər hikmətli iş ayrılıb müəyyən edilər" ayəsinə dayanaraq Qur'anın bəraət gecəsində nazil olduğunu ifadə edirlər. Allah Resulü sallallahu aleyhi və səlləm bu gecənin fəziləti ilə əlaqədar buyurur ki, Şaban ayının 15-ci gecəsi olduqda gecəni ibadətlə keçirin, gündüzü isə orucla dəyərləndirin. Çünki günəş batdığı andan etibarən Allah Cəllə Cəlaluhu keyfiyyəti bizlərə məchul bir şəkildə dünya səmasına iner və fəcrə qədər buyurar ki, məndən bağışlama istəyən yoxmu, bağışlayım? Məndən ruzi istəyən yoxmu, ruzi verim? Bir dərdi olan yoxmu, onu dərdindən qurtarım? Həzrəti Ayşə radiyallahu anha rəvayət edir. Buyurur ki, bir gecə Peyğəmbərimizi axtardım və nəhayət onu səcdədə gördüm. Buyurdu ki, ey Ayşə, Allah Rasulunun səni incidəcəyindən, səni qorxudacağından mı qorxdun, narahat oldun? Dedim ki, xeyr ey Allahın Rasulü, başqa zövcənizin yanına getdiyinizi zənn etdim. Rasulullah buyurdu ki, sallallahu aleyhi və səlləm, Allah Teala Şaban ayının 15-ci gecəsində dünya səmasına iner və Bəni Kəlb qəbiləsinin qoyunlarının tükünün sayısınca insanı bağışlayıb əfv edər. Bəni Kəlb ərəblərdən qoyun sürüsü çox olan bir qəbilə idi və burada bu qəbilənin qoyunlarının nümunə verilməsi Allahın rəhmətinin o gecə çoxluğunu ifadə etmək üçündür. Bütün bu hədislər bizə göstərir ki, bəraət gecəsi Rəbbimizin rəhmət qapılarının sonuna qədər açıldığı ən fəzilətli gecələrdəndir. Amma bu gecədən faydalana bilmək üçün bu gecənin dəyərinə, bu gecənin bərəkətinə ürəkdən inanmaq gərəkir. Səmimiyyətlə inanmaq gərəkir. Və əgər biz günahlarımızdan bəraət etmək istəyiriksə, öncə qəlbimizi əsir alan hisslərdən özümüzü bəraət etməliyik. Kindən, həsəddən, nifrətdən, dünyavi sevgiləri, Allah sevgisini şərik qoşduğumuz bütün bağlardan qəlblərimizi bəraət etdirib qurtarmağımız lazım. Qəlb təmizlənmədən bağışlanma da tamamlanmaz. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Allah Teala Şabanın 15-ci gecəsində rəhməti ilə bütün məxluqatını əhatə edər. Hamını bağışlayar. Yalnız Allaha şirk qoşan müşriklər və qəlbi kin ilə dolu olanlar bunlardan istisnadır. Bizlər də qəlblərimizdə Rəbbimizin sevgisinə şərik qoşduğumuz bütün bağlardan qəlblərimizi xilas etməyimiz lazım. Bizlər də qəlblərimizi əsir alan kindən, nifrətdən, düşmançılıqdan qəlblərimizi xilas etməyimiz lazım. Və bu hədis bizə açıq şəkildə öyrədir ki, əgər bağışlamaq istəyiriksə, əgər bağışlanmaq istəyiriksə, Allahın bizi əfv etməyini istəyiriksə, biz də bağışlamağı bacarmalıyıq. Qəlbimizdə heç kimə kin saxlamamalıyıq. Və bu mübarək gecədə biz də əllərimizi Rəbbimizə açaraq, ona yalvararaq deyirik ki, ey Allahım, sənin qəzəbindən rızana sığınırıq. Günahlarımız səbəbilə nə olur bizə qəzəb etmə. Allahım bizləri bağışla, bizlərə mərhəmət et. Bu gecə sənin rəhmətinə ümid bağlayaraq sənə yalvarırıq. Əllərimizi boşa qaytarma.
Allah'ım bizi bütün günahlarımızdan bağışla, təmizlə. Bizim bütün günahlarımızı əff et və bizləri bəraət et. Amin.